Hamıya salam. Deməli, kriptovalyuta dünyasına ilk addımı atırsınız, amma bunun necə təhlükəsiz edəcəyinizi düşünürsünüz, eləmi? Heç narahat olmayın. Tam doğru ünvandasınız. Bugün sizə göstərəcəm ki, Binance-da cəmi bir neçə dəqiqəyə necə güvənli, etibarlı bir hesab açmaq olar. Elə isə başlayaq. Kripto dünyasına girəndə yəqin ki, çoxumuzun ağlına ilk təhlükəsizlik gəlir. Yəni, birdən hesabımı sındırarlar, ya da bilmədən nəsə səhv edərəm, hesabım bloklanar. Bax, bu suallar sizə tanış gəlirsə, bilin ki, tək deyilsiniz. Bu, çox normal bir narahatçılıqdır. Amma yaxşı xəbər odur ki, bütün bu narahatlıqları kənara atmağın çox sadə bir yolu var. Bugün sizə göstərəcəyimiz cəmi 4 addım var. Bu addımları atmaqla hesabınızı elə möhkəm quracaqsınız ki, gələcəkdəki potensial baş ağrılarının qarşısını elə indidən alacaqsınız. Yaxşı, bəs ilk öncə gəlin ən vacib sualı cavablayaq. Niyə bu prosesi düzgün eləmək bu qədər önəmlidir? Çünki bu sadəcə bir neçə xananı doldurmaq deyil. Yox, bu sizin rəqəmsal pullarınızın, yəni aktivlərinizin təhlükəsizliyinin bünövrəsidir. Baxın, buradakı qızıl qayda budur. Bütün məlumatları dəqiq və düzgün daxil edin. Unutmayın, bu birjanı sizə qoyduğu bir qayda deyil. İlk növbədə sizin öz təhlükəsizliyiniz üçündür. Sabah nəsə bir problem olsa, hesabınıza girə bilməsəniz, məhz bu məlumatlar sizin köməyinizə çatacaq. Belə, gəlin indi nəzəriyyədən birbaşa işə keçək. Birinci addımımız qeydiyyat prosesinə başlamaqdır. Heç gözünüzü qorxutmayın. Bu mərhələ həqiqətən də cəmi bir neçə saniyənizi alacaq. Deməli, Binance saytına daxil olan kimi qarşınıza bu pəncərə çıxır. Çox sadədir. Yaşadığınız ölkəni seçirsiniz, təsdiq et düyməsini sıxırsınız və şəxsi hesab yaratmaq istədiyinizi bildirirsiniz. Budur, ilk mərhələ artıq hazırdır. Oldu, indi isə gəlin növbəti 2 addımı bir yerdə nəzərdən keçirək. Çünki onlar demək olar ki, bir-birinin davamıdır və sizin hesabınızın təhlükəsizliyinin ilk qatını yaradır. Bax, burada artıq 2 qat təsdiqləmə sistemi işə düşür. Yəni, əvvəlcə e-mailinizi yazırsınız, həmin an ora gələn kodu sistemə daxil edirsiniz. Sonra da eyni şeyi mobil nömrənizlə edirsiniz. Bu 2 qat yoxlama nə üçündür? Əmin olmaq üçün ki, hesab doğrudan da sizindir. Bu, ən etibarlı üsullardan biridir. Və nəhayət, gəlib çatdıq sonuncu və ən vacib addıma, şəxsiyyətin təsdiqi, yəni verifikasiya. Bu mərhələni keçəndən sonra bilin ki, birjanın bütün imkanlarının qapısı sizin üzünüzə açılacaq. İndi bu prosesi daha da sürətli etmək üçün yaxşı olar ki, bəzi məlumatları əvvəlcədən hazırlayasınız. Tam adınız, ünvanınız, poçt indeksiniz və şəhəriniz kimi standart məlumatlar istəniləcək. Və təbii ki, ən əsası, etibarlı bir şəxsiyyət sənədini mütləq yanınızda saxlayın. Yaxşı tərəfi odur ki, burada sizə seçim imkanı verilir. Prosesi istəsəniz beynəlxalq pasportunuzla, istəsəniz də sürücülük vəsiqənizlə tamamlaya bilərsiniz. Hansı o an sizin üçün daha əlçatandısa, elə onu da seçin. Bəli, indi gəldik ən maraqlı yerinə. Üz skanı. Texnologiya buna deyərlər. Sənədinizi yükləyəndən sonra sistem sizdən qısa bir video çəkməyinizi istəyəcək. Heç narahat olmayın, bu çox asandır. Sadəcə ekranda nə deyirsə onu edin. Başınızı sağa çevirin, sola çevirin, bəlkə gözlərinizi qırpın, bir neçə saniyəlik bir şeydir. Yaxşı, bəs bütün bu prosesə nə qədər vaxt gedir? Bax, bu cavab sizi yəqin ki təəccübləndirəcək. Adətən, bütün təsdiqləmə prosesi cəmi 5 dəqiqəyə yaxınlaşır. Hə, düz eşitdiniz, məlumatlarınız yoxlanılır və cavab çox tez gəlir. Cəmi bir neçə dəqiqə sonra e-poçtunuza təsdiq məktubu gələcək. Saytdakı profilinizə baxanda da orada yaşıl rəngdə təsdiqlənib statusunu görəcəksiniz. Təbriklər, ən vacib, həm də biraz çətin görünən mərhələni uğurla arxada qoydunuz. Bəs yaxşı, bütün bu zəhmətin nəticəsi nə oldu? Çox sadə. Verifikasiyanı tamamladığınız üçün artıq hesabınızdakı bütün limitlər aradan qalxıb. Bu da o deməkdir ki, platformanın bütün funksiyalarından heç bir məhdudiyyəti olmadan rahatca istifadə edə bilərsiniz. Beləliklə, qeydiyyat prosesini tamamilə başa vurduq. Artıq sizin tam təhlükəsiz və bütün funksiyaları aktiv olan bir Binance hesabınız var. Amma dayanın, bu hələ yolun başlanğıcıdır. Əsl macəra əslində elə indi başlayır. Əlbəttə, indi ağlınızda əsas suallar var. Yaxşı, hesaba necə pul yatırım? Qazandığım pulu necə çıxarım? Və ən əsası, bu platformada necə qazanmaq olar? Heç narahat olmayın. Bütün bu sualların cavabları növbəti izahlarımızda olacaq.
Odur ki, bizi izləməyə davam edin.